Salam, hər vaxtınız xeyir. Deməli, Birinci Dünya müharibəsini izah eləməli idim mən sizə. Birinci Dünya müharibəsini biz əvvəlki hissələrini keçməmişdik. Yəni dövlətlərdir, Antantadır, Üstəlik İttifaqdır, onların yaranmasını keçməmişik. Yəni müharibə də bunlar arasında gedir deyə, bu dövlətlər arasında gedir deyə. Yəni qısa-qısa yazmışam, çalışdığım qədər ki, yəni sizə konspekt şəklində olsun, ya əsas şeylər olsun. Ancaq çalışın kitabdan məsələn baxın. Kitab qoyun qabağınıza, el oxuyun. Təkcə məsələn bu videoyla ya bu vərəqdəkilərdə şəklində çəkib atacağam. Qane olmayın. Deməli, müharibə edən tərəflər Üstəlik İttifaqıdır. Gördüyünüz kimi bir də Antantadır. Və müharibə özü 1914-cü il 28 iyunda başlayıb. Üstəlik İttifaqı və Antanta özü deməli yaranma tarixlərini burada yazmışam. Üstəlik İttifaqı 1879-1882-ci illərdə yaranıb. Və Almaniya, Avstriya, Macarıstan və İtaliyadan ibarət idi. Daha sonra Antanta əslində 3 mərhələdə yaranıb. Sadəcə əsas yəni başa çatma tarixini yazmışam. Sizə səhifəni də atacağam. Oradan da baxarsınız. Yəni cədvəl şəklində çəkib atacağam ki, mərhələləri hansılardır. Antanta özünün yaranması 1907-də başa çatır və Rusiya, Fransa, İngiltərə arasında bağlanan müqavilələr əsasında. Yəni bu 3 dövlətdən ibarətdir. Lakin 1915-ci ildə, yəni 1-ci Dünya müharibəsinin gedişində 15-ci il əməliyyatlarında İtaliya gəlir, qoşulur Antantaya. Yəni Antantanın vədlərinə aldanır və gəlir qoşulur İtaliya. Bu da London sazişi ilə baş verir bu hadisədə. Və gələk 1-ci Dünya müharibəsinin başlaması. Dediyimiz kimi 1914-cü 28 iyunda başlayıb. Və müharibədə səbəb, bəhanə və sair kimi şeyləri qarışdırmayın. Bəzən üsyanların tələbləri falan olur. Yəni bu xırdalıqlara fikir verin. Səbəbi Antanta və Üstəlik İttifaqı arasında olan ziddiyyətlər. Digər səbəbi isə dünyanın yenidən bölüşdürülməsi uğrunda mübarizə idi. Ən başda ziddiyyət də burdakı dövlətlərdən Almaniya və Böyük Britaniya arasında olub. Bu iki dövlət arasında. Daha sonra gələk bəhanəsinə. Bəhanə nə idi? Deməli, Avstriya Macaristan taxt tacının vəliəhdi Frans Ferdinandın Serb millətçisi tərəfindən gördüyünüz kimi öldürülməsi. Bu müharibənin qızışmasında bir cürə qığılcım rolunu oynadı deyək ki. Və kiçik bir terror və yaxud qətl hadisəsi müharibənin alovlanmasına, müharibənin baş verməsinə səbəb oldu. Və müharibə başladıqdan sonra bu ilk olaraq üst cəbhədə gedirdi. Daha sonra bu deyək ki, Qafqaz cəbhəsi də burada daxil oldu. Qafqaz cəbhəsində də gördüyünüz kimi burada qeyd etmişəm, Rusiya və Osmanlı vuruşurdu. Deməli 4 cəbhə, ilk olaraq üst cəbhə, Qərb cəbhəsi, Avropa, Şərq cəbhəsi, Rusiya, Balkan, 3-cü cəbhə, 4-cü cəbhədə, yəni sonradan əlavə olub Qafqaz cəbhəsi. Rusiya və Osmanlı arasında gedirdi. Daha sonra deməli, hərbi əməliyyatlar müəyyən bir plana əsaslanmalıdır bilirik ki. Yəni, bütün müharibələrdə, bütün döyüşlərin əksəriyyətində olduğu kimi müəyyən bir plan üzərində qurulmalıdır. Birinci Dünya müharibəsi də Şliffen planına əsaslanırdı. Bu da qısa müddətli hücum planı idi. Qısa müddətli hücum planı Şliffen planının mahiyyəti ondaydı ki, Alman ordusu əvvəlcə burada yazmamışam, Lüksemburg və Belçika ərazisi var. Buradan keçərək, buranı tutaraq Fransanı ələ keçirməli idi, yəni tutmalı idi. Daha sonra keçməli idi Rusiyaya və Rusiyanı məğlub etməli idi. Yəni əsas məqsədi Fransanı və Rusiyanı məğlub etmək idi. Bu Şliffen planının məqsədi. Daha sonra müharibə necə başlayır? Gəlirik müharibənin əsas başlamasına. Onsuz da bəhanəni dedik ki, bu Avstriya Macaristan taxt tacının vəliəhdinin Serb millətçisi tərəfindən öldürülməsi olub. İndi burada müharibə edən tərəfləri görürük. Deməli, bu bəhanədən istifadə edərək Avstriya Macaristan Serbiyaya müharibə eləyir. Daha sonra Almaniyada Avstriya Macaristanla müttəfiq idi axı. Serbiyanı müdafiə edən Rusiyaya müharibə elan edir. Daha sonra Fransaya. Almaniya Fransanı məğlub eləyir və gəlir Belçikanı işğal eləyir. Belçikanı işğal eləməsi Britaniyanın, Böyük Britaniyanın, yəni İngiltərənin müharibəyə daxil olmasına səbəb olur. Çünki bu Britaniyanın bu Belçikanı qorumaqla bağlı öhdəliyi var idi. Müqaviləsi var idi. İndi burada müqavilə yazmışam. Müqavilə öhdəliyi gedir normalda. Müqavilə öhdəliyi var idi. Və
Almaniyaya müharibə elan eləyir. Bununla da, yəni İngiltərə Almaniyaya müharibə elan eləyir. Bununla da müharibə başlayır. Daha sonra gəlirik müharibənin gedişində sizin üçün əhəmiyyətli olan hərbi əməliyyatlara və imtahanda da çox düşür. Necə düşür? Hansı əməliyyatlar neçənci il əməliyyatlarıdır və yaxud əməliyyatın nəticəsi və sair oxşarlıq, fərqlilik kimi xüsusiyyətlər düşür. Düzdür, burada hamısını izah edə bilmərəm. Yəni izah edə bilərəm. Sadəcə yəni yenə də eyni şey olar ki, ha kitab oxudunuz, ha burada mən belə izah edərəm. Ən qısa və əsas şeyləri yazmışam ki, siz oxuyanda anlaya biləsiniz kitabı. Deməli 1914-cü il əməliyyatlarından söhbət gedir. 1914-cü il əməliyyatları başlayır Marna çayı sahilində döyüşlə, gördüyünüz kimi. Və burada oxlarla işarə eləmişəm. Yuxarı olanlar qələbə qazanan tərəflərdir, aşağı istiqamətdə oxlar məğlub olan tərəflərdir. Marna çayı sahilində döyüşdə İngilis və fransızlar deməli Almanları məğlubiyyətə uğradır və Almaniyanın Şlifen planı boşa çıxır. Həmçinin Almaniya iki cəbhədə, qərb, yəni Avropa cəbhəsində, şərq Rusiya ilə müharibə aparmalı olur. Daha sonra ikinci əməliyyatı Qalisiya döyüşü. Qalisiya döyüşündə Ruslar və Avstriya-Macaristan arasında olub. Ruslar qələbə qazanıb, Avstriya-Macaristan məğlub olub. Və növbəti döyüş gəlir Tannenburg döyüşü. Tannenburg döyüşü Ruslar tələyə salınaraq müttəfiqlər tərəfindən məğlub edilir. Daha sonra burada bir neçə qeyd eləmişəm. Deməli 1914-cü ildə Yaponiya Almaniya müharibə elan edir və Antanta tərəfdən müharibəyə daxil olur. Yəni Yaponiyanın müharibəyə daxil olmasını görsəz, hansı tərəflərdən daxil olub, hansı yəni tərəfdən müharibəyə də iştirak edib, Antantanı götürürük. Daha sonra gəlirik 1914-cü ildə baş verən digər bir hadisə, bu da Osmanlı dövlətinin müharibəyə daxil olmasıdır. Deməli müharibə necə başlayır? Osmanlı Almanlara deyək ki sığınacaq vermişdi. Burada həmin Alman gəmiləri Rusiyaya atəş açmışdı. Rusiya tərəfə, Rusiyanın gəmilərinə, limanlarına. Bu da Rusiyanın Osmanlıya müharibə elan etməsinə səbəb olur 1914-cü ildə. Və bu müharibə nəticəsində Osmanlı Üçlər İttifaqı tərəfindən müharibəyə daxil olur. Daha sonra gələk. Bəzi yerlərdə təkrar sözlər gedir, çünki videonu dayandırıb çəkirəm, yəni ona görə o hissələrə fikir verməyin. Deməli 1915-ci ildə ikinci deyək ki əməliyyatlar başlayır, ikinci mərhələ başlayır, yəni 15-ci il əməliyyatları. 15-ci il əməliyyatlarında əsas məqsəd Almaniya və onun müttəfiqləri tərəfindən Rusiyanı məğlub edərək müharibədən çıxarmaq idi. Və 1915-ci il əməliyyatları, yəni döyüşləri, burada gördüyünüz kimi birincisi Qorlitsadır. Qorlitsa Ruslar və müttəfiqlər olan Almaniya Macaristan arasında olur. Və bu döyüşdə Ruslar məğlub olur. Gördüyünüz kimi Alman və Avstriya Macaristan qoşunları qələbə çalır. Və bu Qorlitsa döyüşü Ruslar üçün fəlakətlə nəticələnir. Daha sonra gəlirik 1915-ci ildə baş verən bəzi qeydlər eləmişəm yenə də. Deməli 1915-ci ildə İtaliya Antanta tərəfə keçir. Yuxarıda qeyd etmişdim əvvəl başlayanda ki, müəyyən vədlər verərək aldadırlar İtaliyanı. Aldadırlar deyəndə ki, öz tərəflərini çəkmək üçün şirinləndirici vədlər verirlər. Və London sazişi ilə İtaliya keçir Antanta tərəfə. Və bunu görən Üçlər İttifaqı həmin İtaliyanın yerini doldurmaq üçün Bolqarıstanı çəkir öz tərəfinə. Yəni Bolqarıstan Üçlər İttifaqına qoşulur. Müharibədə də Üçlər İttifaqı tərəfindən iştirak edir. Daha sonra 1915-ci ildə gedən əməliyyatlardan biri də Sarıqamış əməliyyatıdır. Bunu Azərbaycan tarixində də görmüşük. Azərbaycan Birinci Dünya müharibəsində iştirak hissəsini keçəndə görəsiniz ki, burada verilib Sarıqamış əməliyyatı 1914-cü il dekabr, 1915-ci il yanvar. Sarıqamış döyüşü. Yəni mən tövsiyə edirəm ki, buranı oxuyanda Azərbaycan tarixində Birinci Dünya hissəsini oxuyasınız. Çünki Qafqaz cəbhəsi dedikdə həmin hissə nəzərdə tutulur. Sonra Sarıqamış əməliyyatı Fransa, Rusiya, İngiltərə, yəni Antanta dövlətləri və Osmanlı arasında baş verir. Və Osmanlı məğlub olur. Rusiya isə, yəni Rusiya, İngiltərə, Fransa müttəfiqlər isə qalib gəlir. Bunun da əsas səbəbi Osmanlının qış əməliyyatları üçün yetərli təchizatının olmaması idi.
Daha sonra bu müharibədə Osmanlı məğlub olandan sonra düşünürlər ki, Osmanlını müharibədə təslim olmağa məcbur eləsinlər. Ruhlanırlar bu qələbədən. Və Çanaqqalanı ələ keçirmək üçün plan hazırlayırlar. Bu planda da burada qeyd eləməmişəm, amma yəni məsələn səsdə deyirəm də, diqqət eləyə bilərsiniz. İstanbul işğal olunmalıydı. Bir də yuxarıda qeyd etdiyim kimi Osmanlı təslim olmağa məcbur edilməli idi. Və bu plan üzrə müharibə başlanır. Ancaq müharibə Sarıqamış əməliyyatında olduğundan fərqli olaraq Osmanlının qələbəsi ilə başa çatır. Yəni müttəfiqlər məğlub olur. Bir də burada Avstriya ilə Yeni Zelandiya görəsiniz. Bu böyük dövlətlərin dominionlardır. Yəni asılılığında olan ölkələrdir. Sonra və bir də bunu qeyd edin. Çanaqqala döyüşündə Mustafa Kemal Atatürkün də sərkərdə kimi öz fəaliyyətini görəsiniz. Yəni oxuyanda o hissəni görəsiniz. Daha sonra gəlir 1915-ci il Bağdad döyüşü. Bağdad döyüşü Osmanlı İngiltərə arasında olub və Osmanlı qələbə çalıb. İngiltərə isə məğlub olub. Yəni bu döyüşdə ingilislərin İraqı tutmaq təşəbbüsü iflasa uğrayır. Belə bir sual görsəz ki, ingilislərin İraqı tutmaq təşəbbüsü nə zaman iflasa uğradı? 1915-ci il Bağdad döyüşündə deyirik. Bu da belə. Deməli gələk 1916-cı il əməliyyatlarına. 1916-cı il əməliyyatlarında əsas necə deyim, İngiltərə daha çox şirnikləndirici vədlər verir, dövlətləri müharibəyə cəlb etməyə çalışırdı. Məsələn, ərəb tayfalarını deyirdi ki, istiqlaliyyət vəd edərək Osmanlı dövlətinə qarşı müharibəyə təhrik eləyirdi. Daha sonra var burada, indi onlar da burada qeyd etməmişəm, yəni sadəcə şifahi şəkildə deyirəm ki, oxuyanda yadınıza düşsün. Və Yəhudilərin dəstəyini alaraq, onların onların dəstəyini alaraq ABŞ-ın müharibəyə girməsini təmin etmək istəyirdi. Daha sonra var burada adlarını qeyd elədiyim əməliyyatlar, yəni 1916-cı ilin əsas əməliyyatlardır. Kütül Amarə döyüşü. Osmanlı ilə ingilislər arasında olub. Osmanlı gördüyünüz kimi qələbə qazanıb, İngilislər məğlub olub. Və ingilislər daha doğrusu təslim olması ilə yekunlaşıb. Daha sonra Verdin döyüşü, sonuna bir də Jutlandiya döyüşü yazmışam. Əslində burada sonlanı axıra yazmalıydım, Jutlandiyanı yuxarı yazmalıydım. Sadəcə bəzi yazanda yanlışlıq elədim deyə, yəni belə oldu, amma belə izah eləyim ki, necə yadda saxlayasın, yəni asan yadda saxlayın deyə demişdim. Verdin döyüşü Alman və fransızlar arasında olub, Almanlar qələbə qazanıb. Yəni qələbə də sayılmaz, qismən ərazilər ələ keçirib deyək. Fransızlara nisbətən. Sonra Jutlandiya dəniz döyüşüdür. Bu oxşarlıq kimi verilir. Bəzi döyüşlərlə oxşarlıq kimi verilir. Almanlarla ingilislər arasında olub və heç bir tərəf uğur qazanmayıb. Sonna döyüşü Almanlar, İngilis, fransızlar arasında olub. Yenə heç bir tərəf qələbə qazanmayıb. Deməli bunu necə yadda saxlayarsınız? O hissəndi. Baxın, Verdin döyüşü Alman və fransızlar. Jutlandiya döyüşü Alman və ingilislər. Sonna döyüşü Alman və İngilis fransızlar. Elə bir bunların ikisinin cəmidir də. Burada tək Almanla fransızdır, burada tək Almanla ingilisdir. Sonrada da Almanla İngilis fransızlardır. Ona görə deyirəm ki, yəni növbə ilə yazsaydım, belə yadda saxlaya bilərdiniz. Elə bir ki, toplanıb da cəmi kimi. Əvvəl tək-tək vuruşurlar, sonra cəmlənib vuruşurlar. Sonra var burada bir qeyd eləmişəm deyəsə 1916-cı ildə Rumıniya Antant tərəfdə müharibəyə qoşulur və 1918-də mayda çıxır müharibədən. Buna qədər yəni müharibədə iştirak eləyir. Və həmin bir də Rumıniya hardasa həmin ilin sonuna, yəni 1916-cı ilin sonlarına yaxın məğlub olur. Alman qoşunlarına məğlub olur. Və gəlirik sonda müharibənin məğlub olmasına. Burada bəlkə tam qəşəng görünmür, amma nəysə. Deməli, müharibənin başa çatması. 1917-18-ci ildə müharibə başa çatması. Yəni müharibənin başa çatdığı əməliyyatlar, hərbi əməliyyatlar. Deməli, ilk olaraq 1918 3 martda Rusiya Brest-Litovsk müqaviləsini imzalayaraq müharibədən çıxır. Bu separat sülhüdür. Separat sülh nədir? Yəni bilirik ki, Rusiya Antanta təşkilatındaydı da və separat sülh odur ki, digər müttəfiqlərin xəbəri olmadan, onlarla razılaşmadan müharibədən çıxmaq. Rusiya da belə eləyir. Rusiyada fevral inqilab baş verir deyə. Fevral inqilabında da deyək ki, hakimiyyətdə olan sülalə, Romanovlar sülaləsi devrilir, monarxiya devrilir, müvəqqəti hökumət yaranır, iki hakimiyyətlilik yaranır. Bunu
görəsiniz. Yəni bu hissələri əzbərləyin. Yəni dediklərimi çalışın yazın, əzbərləyin. Və Azərbaycan tarixində də görəsiniz bunu bu arada. Hə. Müharibədən çıxır. Müttəfiqlərinə xəbər eləmədən separat sülh imzalayıb müharibədən çıxdı. Daha sonra 1917-ci ildə ABŞ, Almaniya müharibə edib müharibəyə qoşulur. Və sona yaxın əməliyyatlarda bunların adlarını yazmışam. Deməli, Kooperativ döyüşü 1917-ci ildə baş verir. Almaniya, Avstriya, Macarıstan və İtaliya arasında. Və gördüyünüz kimi ox aşağıdır. Yəni İtaliya məğlub olub. Daha sonra gəlirik. 1918 Bolqarıstan təslim olur. 1918 oktyabr Osmanlı Mudros müqaviləsi ilə təslim oldu. 1918-ci il 3 noyabrda Avstriya Macarıstan təslim olur və 1918-11 noyabrda Almaniya Kompiyon meşəsində təslim aktı imzalayaraq 1-ci Dünya müharibəsindən çıxır. Çıxır dedikdə təslim olur və 1-ci Dünya müharibəsi başa çatır. Demək olar ki, yəni kitabda olanların hamısını 2 səhifədə sizə izah elədim. Demək olar ki, arada ola bilər səhvlər olsun, arada ola bilər bəzi sözlərdə tələffüzdə yanlışlıqlar edeyim, çünki tələsdiyim üçün belə olur, tez-tez danışdığım üçün. Ona görə də üzrü sayarsız o hissələrdə. Yəni çalışdığım qədər yenə deyirəm, 2 səhifədə izah eləməyə çalışdım bütün mövzunu və əsas hissələrini. Bir də bayaq qeyd eləməyi unutdum. Bu Somna döyüşündə, burada Somna döyüşündə ilk dəfə İngilis və fransızlar tanklardan istifadə edib. Tanklardan. Yəni bunu unutmuşdum deməyi. Tanklardan istifadə edib. Belə, yəni ümumi olaraq mövzu budur. Ümid edirəm, yəni anlaya bilərsən videodan, həm dərs oxuyanda sizdə möhkəmlənər bu hissələr.